Salam, mən Natiq Məhərrəmli, tarix fənni üzrə təlimçi müəllim. Onlayn dərslərimizə qoşulmaq istəyənlər, həm abituriyent, həm müəllimlər qeyd olunan əlaqə nömrəsinə müraciət edə bilərlər. Biz keçən dəfə ilk dərsimizdə ibtidai icma quruluşunun daş dövrü mərhələsi haqqında danışmışdıq. Bu dəfə artıq eneolit dövrü, yəni daş dövründən tunç dövrünə keçid dövrü və tunç dövrü haqqında danışacağıq. Eneolit dövrü mis daş dövrüdür. Eneos, mis, litos daş və 6-4-cü minlikləri əhatə edir. İlk dəfə insanlar metalla tanış olmuşdular. Mislə tanış olmuşdular. Amma bundan geniş istifadə etmirdilər. Bilirik ki, mis çox kövrək material idi, yəni tez sıradan çıxırdı. Ona görə də təsərrüfatda əsas üstünlük yenə də daş idi və əmək alətləri daha çox daşdan hazırlanırdı. Və bu dövrün əkinçilikdə toxa əkinçiliyi adlanırdı. Toxanın yaranması neolit, toxa əkinçiliyi də eneolitdə davam etmişdi. Daha sonra bu dövrdə evlər daha çox çay kənarında, dairəvi formada, möhrə formasında çiy kərpicdən inşa olunurdu və daha çox bu evdə qonşuluq icmasında yaşayan şəxslər yaşayırdılar. Daha sonra bu dövrdə ev heyvanlarının əhəlləşdirilməsi prosesi başa çatmışdı. Biz bilirik ki, mezolit dövründə itin əhəlləşdirilməsi ilə bu proses başlamış, eneolit dövründə atın əhəlləşdirilməsi ilə başa çatmışdı. Amma burada bir incə məqam var. Yeni dərsliklərdə, erkən tunç dövründə də yazır ki, yeni heyvanlar da əhəlləşdirildi. Yəni, belə bir cümlə keçir. Yəni, burada biz ev heyvanlarını deyirik, amma erkən tunçda başqa heyvanların da əhəlləşdirildiyi haqqında məlumat təzə dərsliklərdə qeyd olunub. Eneolit dövründə ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdi. Eyni zamanda ölülər yaşayış məskənlərinin içərisində, binaların arasında dəfn olunurdu. Onların üzərinə qan rəmzi sayılan oxra səpilirdi. Bu dövrdə neolit dövründə yaranmış olan dulusçuluq biz bilirik ki, bu dövrdə böyük bir inkişaf mərhələsinə qədəm qoyur və təzə dərsliklərdə olan məlumatlara görə artıq dulus kürələrdə meydana gəlmişdi və burada saxsı qabların hazırlanması üçün müxtəlif belə deyək, istiliyi əldə etmək üçün kürələr meydana gəlmişdi. Daha sonra mis yataqları aşkar olan ərazilərimiz var. Gədəbəy, Daşkəsən, Qarabağ ərazilərində mis yataqları aşkar olunmuşdu. Daha sonra bir də həsirlər var idi ki, müxtəlif belə deyək, bitkilərdən hörülürdü və evlərin içərisinə sərilirdi. Bu olur bizim eneolit dövrü. Eneolit dövrü ilə digər paleolit dövrü xüsusiyyətlərinin oxşar cəhəti o idi ki, hamısında ovçuluq və yığıcılıq var, yəni mənimsəmə təsərrüfatı var. Daha sonra hamısında əmək alətləri daha çox daşdan hazırlandı və s. Bu kimi oxşar cəhətləri qeyd edə bilərik. Sonra gəlirik tunç dövrünə. Tunç dövrü 3 yerə bölünür. Erkən tunç, orta tunç və son tunç və yaxud da erkən dəmirlə bir yerdə verilir bizim bu dövr kitablarımızda. Erkən tunç dövrü əsasən 4-cü minilliyin ikinci yarısından 3-cü minilliyin sonuna qədər olan dövrü əhatə etmişdi. Erkən tunç dövrünün əsas başlıca məqamlarından biri birinci ictimai əmək bölgüsüdür. Gördüyünüz kimi mən bu dövrün xüsusiyyətlərini yazanda ilk olaraq yadda saxlamağımız asan olsun deyənə erkən tunç dövründə birinci ictimai əmək bölgüsü, orta tunç dövründə ikinci ictimai əmək bölgüsü, son tunç dövründə üçüncü ictimai əmək bölgüsü. Bunları diqqət mərkəzinə çəkmişəm ki, yəni hərəsində bir ictimai əmək bölgüsü baş vermişdi. Və birinci ictimai əmək bölgüsünün mahiyyəti nədən ibarətdir? Əkinçilik maldarlıqdan ayrılır və bununla artıq köçmə yaylaq maldarlığı yaranır. İnsanlar daha geniş dağ-ətəyi dağlı ərazilərə yayılırlar. Çünki bu təsərrüfat sahələrindən xüsusən də köçəri yaylaq maldarlığına məşğul olmaq üçün. Və bu ayrılma əkinçilikdə yeni bir mərhələyə qədəm qoyur və əkinçilikdə bu dövrdə yeni belə deyək, qurullardan istifadə olunmağa başlanılır. Əvvəlki dövrlərdə, neolit, eneolit dövrlərində torpağı toxa ilə şumlayırdılarsa, artıq erkən tunç dövründə xış aləti meydana gəlir. Müxtəlif öküzə və sair qoşqa heyvanlarına qoşaraq xışı yeri şumlayırdılar və bu da insanların işini kifayət qədər asanlaşdırırdı və bununla da xeyli belə deyək, qida əldə etmək mümkün olurdu və xış bir qədər ağır iş olduğuna görə kişi əməyi daha ön plana keçir, qadın əməyi nisbətən
arxa plana keçir və bununla da erkən Tunc dövründə Ata xaqanlığı yaranır düz son Tunc dövrünə qədər. Yəni biz bilirdik ki, üst paleolitdən erkən Tunca qədər ana xaqanlığıdır, erkən Tuncdan sonra da Ata xaqanlığıdır. Burada bir dənə də məqam var. Onu Eneolit dövründə demədim. Bunu diqqətdə saxlayaq. Eneolit dövründə ananın mövqeyi zəifləmir. Hələ də qadının mövqeyi yüksək olaraq qalırdı. Baxmayaraq ki, Eneolit ana xaqanlığının son dövrü idi. Amma hələ də yüksək olaraq qalırdı. Erkən Tuncda artıq yarananda Ata xaqanlığı o zaman son qoyuldu. Yəni o vaxta qədər qadının mövqeyi güclü oldu cəmiyyətdə. Sonra bu dövrdə mədəniyyət adlanır Kür-Araz mədəniyyəti. Biz bilirik ki, bir sıra mədəniyyətləri keçmişdik. Alt paleolit dövründə Quruçay mədəniyyəti, Azıq mağarası, Aşkar olunduğu vadi. Daha sonra Orta paleolit dövründə Mustiye mədəniyyəti və erkən Tunc dövründə də Kür-Araz mədəniyyətinin adını çəkirik. Sonra əkinçiliyin inkişaf etməsi süni suvarma qurğularının yaranmasına gətirib çıxarır. Daha sonra yeni ibadət evləri, yəni insanların dini görüşlərində də dəyişikliklər baş verir və yeni ibadətgahlar aşkarlanır və bu ibadət evlərimiz əsasən 4 ərazidə, dərsin sonunda xəritələr üzərində izahda veriləcək bu. Mütləq axıra qədər dərsi izləyin. İbadətgahlar hardan tapılmışdı? 1-ci Kültəpə, köhnə kitablara əsasən Maxda və qalanlarda olduğu kimi qalıb Babadərviş və Sərkərtəpədən, Xaçmaz Qazaq bölgələrindən tapılmışdı. Ölü yandırma, kollektiv dəfn etmə adəti meydana gəlmişdi. Bu dövrdə artıq tayfalar yaranır. Tayfa yaranırsa biz artıq qəbiləyə son qoyuruq. Müxtəlif kiçik qəbilələr tayfalar arasında birləşirlər, tayfalar yaranır. Sosial bərabərsizlik yaranır. Sosial bərabərsizlik nədir? İnsanların loru dildə desək, varlı kasıb təbəqəyə bölünməyə başlanması. Yəni, mən həmişə bunu şagirdlərə belə yadda saxlamağın tərəfdarı olmuşam. Köçmə yaylaq maldarlığı, biz bildik ki, əkinçilik maldarlıqdan ayrıldı, köçmə yaylaq maldarlığı və s. Tutaq ki, mövsümi şəraitə uyğun olaraq, hava iqlim olaraq məsələn deyirəm, bəzi yerlərdə dəyişik keçir, bəzi yerlərdə fərqli keçir. Bu da, məsələn deyirəm, əkinçiliklə məşğul olanın məhsulunu bol gətirir. Heyvandarlıqda, məsələn, hansısa proses nəticəsində heyvanlar tələf olur. Yəni, artıq varlı kasıb təbəqə formalaşır. Yəni, bu, bununla bağlıdır. Eyni zamanda tayfada birləşənlərin mülkləri ilə də bağlı olan məsələlər idi. Sonra, bu dövrdə artıq hasar və müdafiə divarları da inşa olunmağa başlanılır. Bu cümləni son Tunc dövründə siklopik və yaxud da təpəgöz qurğularla qarışdırmaq olmaz. O artıq şəhərlərin ətrafında çəkilən hasar müdafiə divarları idisə, bu müəyyən evlərin və s. ətrafında çəkilən hasar müdafiə divarları. Yəni, bunlar arasında fərq var. Çünki biz bilirik ki, şəhərlərin yaranması Azərbaycanda Orta Tunc dövründən başlayıb. İlkin şəhər mərkəzləri. Ona görə də erkən Tunc dövründə bu şəhər müdafiə divarları ola bilməzdi. Sonra, bu olur bizim erkən Tunc dövrümüz. Gəlirik Orta Tunc dövrünə. Orta Tunc dövrü 3-cü minilliyin sonu, 2-ci minilliyin ortalarını əhatə edir. Orta Tunc dövrü Azərbaycan tarixində çox böyük belə deyək hadisələrlə yadda qalan bir dövrdür. Mən Orta Tuncu həmişə Neolitə bənzədirəm. Niyə? Çünki Neolitdə də yeni təsərrüfat sahələri meydana gəlmişdi. Orta Tuncda da çoxlu yeni təsərrüfat sahələri meydana gəlib. Bunlara biz nələri misal göstərə bilərik? İlk öncə 2-ci ictimai əmək bölgüsü nəticəsində sənətkarlığın müstəqil sahəyə çevrilməsini deyə bilərik. Bu dövrdə bir növ desək, bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq kimi yeni təsərrüfat sahələri meydana gəlir. Daha sonra duluzçuluqda biz bilirik ki, yaranması neolit idi. Amma duluz qablar üzərində müxtəlif geniş rəsmlərin çəkilməsi, onların geniş boyalarla rəngləndirilməsi məsələsi artıq Orta Tunc dövründə olduğuna görə bu dövrün mədəniyyəti adlanır boyalı qablar mədəniyyəti. İlkin şəhər mərkəzlərinə gəlincə Azərbaycan ərazisində ilkin şəhər mərkəzləri də elə Orta Tunc dövründə yaradılmışdı. Hansı ərazilərdə yaradılmışdı? Məsələn, biz burada adını çəkə bilərik. Qarabağda Nərgistəpədir, Urmiyada Göytəpədir, daha sonra Oğlan qaladır, Lerikdə və s. kimi ərazilərdə ilkin şəhər mərkəzləri aşkar olunmuşdur və yaxud da 2-ci Kültəpədir və s. Sonra Orta Tunc dövründə mübadilə genişlənir, ticarət yaranır. Bax, bu ticarət yaranır cümləsi Dimin toplusunda da var. Bu məqam yeni Dimin toplusunda sual olaraq verilib, 11-ci siniflər
Bu məqamlarda diqqətli olsun. Eyni zamanda müəllimlərin də imtahana düşə bilər. Ticarətin yaranmasını Orta Tunc dövrü götürürük. İri tayfa ittifaqları yarandı. Tayfaların yaranması erkən Tunc, iri tayfa ittifaqlarının yaranması Orta Tunc. Sonra sosial bərabərsizliyin yaranması erkən Tunc, sosial bərabərsizliyin dərinləşməsi, daha da artması Orta Tunc. Və bu dövrdə də artıq Azərbaycanda bilirik ki, 3-cü minilliyin 3-cü minillik ərzində Azərbaycanda artıq bir dövlət qurumlarımız var idi və dövlət qurumlarımız da əsasən Ön Asiya ilə sıx əlaqələri olmuşdu və bu da onların həm şəhər həyatına, həm mədəniyyətinə, həm dininə, hər bir belə deyək, bir sıra sahələrə çox ciddi təsirlər göstərmişdi. Bu da olur Orta Tunc dövrümüz və gəlirik Son Tunc Erkən Dəmir dövrünə. Son Tunc Erkən Dəmir dövrü Azərbaycan tarixində 14-7-ci əsrləri əhatə eləyir. Təzə dərsliklərdə bu verilir 2-ci minilliyin sonlarından 1-ci minilliyin ortalarına qədər. Amma biz baxanda görürük ki, köhnə dərsdə 14-cü əsr 2-ci minilliyin ortalarına düşür. Çox maraqlıdır. Yəni bu son və yeni dərsliklər arasında kiçik də olsa burada bir dəyişiklik var. Və Son Tunc Erkən Dəmir dövründə 3-cü ictimai əmək bölgüsü baş verir. 3-cü ictimai əmək bölgüsündə 2-ci ictimai əmək bölgüsündə yaranmış sənətkarlıqdan artıq tacir qruplara ayrılır. Məsələn deyirəm, əvvəl mən sənətkar idim, məhsulu hazırlayırdım, özüm də satırdım. Amma xaricə çıxarmağa bir qədər geniş əlaqələrim yox idi. Amma Son Tunc Erkən Dəmir dövründə sənətkarlardan tacirlər qrupu ayrılır 3-cü ictimai əmək bölgüsündə. Sənətkar öz məhsulunu hazırlayır, tacir gəlir ondan alır, aparır başqa bir ərazidə, onu mübadilə edir, satır və s. Yəni bununla da artıq ticarət geniş şəkildə inkişaf edir. Son Tunc Erkən Dəmir dövründə artıq duluz qablarının hazırlanmasında ayaqla hərəkətə gətirilən duluz çarxlar ixtira olunur. Bu insanların işini xeyli asanlaşdırır. Bu dövrdə ata sitayiş ayini meydana gəlmişdi. Müdafiə tikililəri, siklopik qalalar dediyimiz təpəgöz qurğular inşa olunur. Biz demişdik ki, ilk dəfə müdafiə divarlarının çəkilməsi erkən Tunc, amma şəhərlər ətrafında iri müdafiə tikililəri, qalalar və s. inşa olunması bu artıq Son Tunc dövrünə aiddir. Və burada bir oxşarlıq da deyim. Son Tunc dövrü ilə Mikena mədəniyyətinin, Yunanıstanda Mikena mədəniyyətinin oxşar cəhəti təpəgöz qurğuların inşa olunmasıdır. Daha sonra Orta Tunc dövründə olduğu kimi Son Tunc dövründə də Ön Asiya və Yaxın Şərqlə ticarət əlaqələri genişləndirilir. Bu dövrdə Adenlərarinin adına Xocalıda muncuq tapılmışdı. Bu artıq belə deyək, Ön Asiya ölkələri ilə artıq bizim əlaqələrimizi göstərirdi. Bu dövrdə hərbi iş əsas məşğuliyyət sahəsinə çevrilir. Artıq güclü ordular yaradılmağa başlayır. Niyə? Çünki bu bildik 14-7-ci əsrlər artıq Azərbaycanda Manna dövlətinin yarandığı dövrlərdir. Yəni 9-cu əsrdə yaranmışdı ki, o da Son Tunc dövrünə düşür. Və artıq ilk dövlətimiz varsa, demək Azərbaycanda hərbi iş əsas məşğuliyyət sahəsinə çevrilir. Və ibtidai icmanın dağılması. İbtidai icmanın dağılmasının bir çox səbəbləri var. İndi kitabda açıb baxacağıq, cədvəl formasında 4 hadisəni verib. Amma əslində fikirləşəndə daha çox məqamlar var burada. Elə əsas kitabda verilənlərdən də biz də davam eləyək. Əsas dediyimiz məqamlar izafi məhsul istehsalı, yəni lazım olandan daha çox məhsul istehsalı, daha sonra tayfalar arasında çəkişmələr, Ön Asiya ilə sıx əlaqələrin qurulması, dəmirin emal edilməsi, çünki dəmirin emalı çoxlu silah, sursat hazırlanmasına gətirib çıxarır ki, bu da tayfalar arası toqquşmaları daha da artırırdı. Bu da olur bizim Son Tunc Erkən Dəmir dövrü və bu da Son Tunc dövrünün dağılmasının səbəbləri idi. Bu dövrlərin oxşar cəhətləri nədir? Yadda saxlayırıq. Erkən Tuncda yaranan hadisə burada da var. Sadəcə olaraq yaranması buradadır. Məsələn deyirəm, köçmə yaylaq maldarlığı nə vaxt yarandı? Erkən Tuncda. Orta Tuncda da var, Son Tuncda da var, bu günümüzdə də var. Süni suvarımı erkən Tuncda yarandı, Orta Tuncda daha da artdı və Son Tunc dövründən bu günümüzə qədər də var. Yəni bu bəzi məqamlar var ki, bu həmişə var. Amma bəziləri var ki, yox. Bu olmaya da bilər.